Ayaqlarda çoxlu sinir uzları var. Ayaqyalın gəzdikdə ayaqlar torpaq, daş, qum, xalça və s. kimi səthləri hiss eləyir. Bu fərqli sensor məlumatlar beynin somatosensor korteksinə çoxlu impulslar göndərir. Nəticədə nə baş verir? Beynin sensor mərkəzləri daha aktiv olur. Sinir əlaqələri güclənir. Balans və koordinasiya isə çox yaxşılaşır. Həmçinin ayaqyalın gəzdikdə ayaq, barmaq, daban əzələləri daha çox aktiv işləyir. Bunlar isə proprioseptiv reseptorları oyadır. Bu reseptorlar isə beyindəki balans və hərəkət idarəsi bölmələrinə cavabdehdir. Yəni beynimiz daha koordinasiyalı, daha oyaq olur. Həmçinin ayaqyalın gəzmək parasempatik sinir sistemini aktivləşdirə bilər. Bu isə stresin azalmasına, ürək ritminin yaxşılaşmasına və psixoloji rahatlamaya səbəb ola bilər. Əl-əxsusda ayaqların torpaqla təması elektrik yükünün balansını yaradır, yəni insanı rahatlaşdırır. Düzdür, bu elmi cəhətdən mübahisəli mövzu olsa da, subyektiv olaraq əksər insanlarda bu rahatlama hiss olunur. Və həmçinin də ayaqyalın gəzmək psixoloji təsir göstərir, diqqət və duyumluluğu artırır. Təbii ki, coraba, damaşniyə bağlı millət olaraq ayaqyalın gəzmək sizi xəstələndirər kimi miflər mövcuddur. Təbii ki, bu bir mifdir. Soyuq insanı xəstələndirmir. İnsanı xəstələndirən virus və bakteriyalardır. Sadəcə soyuq mühit xəstəliyə zəmin yarada bilər. Sizə demirəm ayaqyalın çıxın asfalta, gəzin, eləyin. Heç olmasa evdə, torpaq sahəsində, çəmənlikdə, otluqda bir müddət ayaqyalın qalıb beynimizə təşəkkür edə bilərsiniz.